Salam, bugünkü mövzumuz küləklər. Şimdi yüksək tezlik sahəsindən alçaq tezlik sahəsinə, yüksək tezlik sahəsindən alçaq tezlik sahəsinə havanın üfüqi hərəkəti külək adlanır. Küləyin müəyyən göstəriciləri var ki, bura istiqamət, sürət və güc aid olunur. Küləyin istiqaməti onun haradan əsməsinə görə təyin olunur. Məsələn, şimaldan əsən külək şimal küləyi adlanır. Şimal-şərqdən əsən külək şimal-şərq küləyi adlandırılır. Məsələn, bunun üçün külək gülündən istifadə olunur. İndi bu şəkildə baxırıq. Fikir veririk ki, külək gülündə ən çox istiqamət hansı tərəfədirsə, deməli külək o tərəfdən əsib. Yəni bu külək gülünün küləkləri şimal və şərq küləkləridir. Və mərkəzdə isə küləksiz günlərin sayı yazılır. Küləyin gücü, istiqaməti və sürətindən danışdıq. Küləyin gücü və istiqamətini üfüqi, sürətini isə anemometr ölçür. Və bu güc və sürəti biz 12 ballı Beaufort şkalası ilə ölçürük. Küləkləri bölürük 3 yerə. Sutkalıq, mövsümi, daimi. Sutkalıq küləklərə brizlər və dağ-dərə küləklərə aiddir. Brizlər əsasən quru və su sahələrinin qeyri-bərabər qızması nəticəsində, soyması nəticəsində yaranır və gündüzlər sudan quruya, gecə isə qurudan suya əsən küləklər. Baxırıq, necə yadda saxlayırıq? Gündüzlər g, s, q. Ortaya başqa hərf girir. Gecələr isə ardıcıl pozlu. Gecə qurudan suya. Bir də dedik ki, bura dağ-dərə küləkləri də aiddir ki, dağ-dərə küləkləri xüsusilə Azərbaycan dağlıq vilayətlərində müşahidə olunur, ən çox da ilin isti dövründə. Və bu küləklər necə hərəkət edir? Baxırıq. Gündüz dərədən dağa doğru qalxır. Dərədən dağa doğru. Yüksək tezlikdən alçaq tezliyə. Küləklər axı yüksək tezlikdən alçaq tezliyə hərəkət edir. Gecələr isə dağdan dərəyə doğru hərəkət edir. Bunu necə yadda saxlayaq? Gündüzlər, yəni araya başqa hərf girir. Gündüz, dərə, dağ. Gecə, dağdan dərəyə. Bu da belə. Musson küləkləri, mövsümi küləklər. Yəni bu fəsillər arasında gedir artıq. Məsələn, biz bayaqdan deyirdik ki, gündüz belə oldu, gecə belə oldu. İndi yay qışdan danışırıq. Deməli, musson küləkləri əsasən quru və su hövzələri arasında baş verir. Bunlar da 2 dəfə, amma ildə 2 dəfə istiqamətini dəyişir. İndi baxaq. Tropik küləklər əsasən yayda, okeandan quruya, Baxırıq, sahil ortaya düşdü. Qışda isə qurudan okeana. Baxırıq, yayda okeandan quruya getdi, şəkildə baxırıq. Qışda isə qurudan okeana doğru hərəkət edir. Mussonları 2 yerə bölürük. Bir var tropik mussonlar, bir də var tropikdən kənar mussonlar. Tropik mussonlar Cənub-Şərqi Asiyada olur. Tropikdən kənar deyirsə artıq tropik qurşaqda olmur. Harda olur? Mülayim qurşaqda, subtropik qurşaqda, yəni Yaponiya, Koreya, Çin, Tayvan kimi ərazilərdə, ölkələrdə müşahidə edilir. Daimi küləklər. Daimi küləkləri böldürük 3 yerə. Passatlar, qərb küləkləri, qütb küləkləri. Passatlar əsasən, baxırıq, tropiklərdən ekvatoru doğru hərəkət edən küləklərdir. Və bu küləklər əsasən rütubət yaradır. Lakin məsələn, baxırıq, Afrikanın şimal hissəsində quru, nəhəng olduğuna görə buradan quru formalaşdırır. Demək, okean üzərindən rütubətli hava kütləsi gəlir, qurudan isə nisbətən quru. Məsələn, testlərdə də düşür ki, nə üçün Afrikanın cənubundan gələn passatlar rütubət gətirir, amma şimalındakı yox. Qeyd edirik ki, Afrikanın şimalında nəhəng quru sahə mövcuddur ona görə. Yəni, baxırıq, bu passat küləkləri baxırıq, hansı istiqamətə gəlir belə. Baxırıq, şimal-şərqdən cənub-qərbə doğru hərəkət edir. Şimal yarımkürəsində. Cənub yarımkürəsində isə baxaq, cənub-şərqdən şimal-qərbə doğru hərəkət edir. Keçdik qərb küləklərinə. Qərb küləkləri isə baxırıq, tropiklərdən mülayim enliklərə doğru hərəkət edən küləklərdir. Və bu küləklər əsasən Avrasiyada Ural dağlarına qədər bol yağıntı gətirir. Və burada qərb küləkləri əsasən Antarktidin ətrafında böyük bir cərəyan yaradır. Qərb küləkləri cərəyanı formalaşdırır. Sonra qeyd edirik ki, bu qərb küləkləri həmçinin Alyaskanın və Çilinin cənub-qərb qurtaracağında da müşahidə olunur ki, olduqca bol yağıntı gətirir. Bir də bu tərəflərdə hansı cərəyan formalaşdırır? Qolf Stream cərəyanı.
Qütb küləkləri. Qütb küləklərini həmçinin biz şimal-şərq və cənub-şərq küləkləri kimi də adlandıra bilərik. Bu küləklər isə əsasən baxırıq. Qütblərdən mülayimə doğru əsən küləklərdir. Bir daha yadımızı salırıq. Passatlar oldu. Tropiklərdən ekvatora gördük. Qərb küləkləri tropiklərdən mülayimə. Qütb küləkləri isə qütblərdən mülayimə əsən küləklərdir. Və həmin danışdığımız daimi küləklər əsasən Koriolis qüvvəsinin təsiri ilə şimal yarımkürəsində sağa meyl edir, cənub yarımkürəsində isə sola meyl edirlər. Keçdik siklon. Siklon əsasən alçaq təzyiq sahəsidir. Şəklə baxaq. Alçaq təzyiq sahəsi 1000 yavaş-yavaş artır. Bilirik bizdəki külək yüksək təzyiq sahəsindən alçağa gəlir. Ona görə kənarlardan mərkəzə doğru hərəkət edir. Və bu küləklər şimal yarımkürəsində başqa cür, cənub yarımkürəsində isə başqa istiqamətdə əsir. Necə olur? Baxırıq. Şimal yarımkürəsində saat əqrəbinin əksinə hərəkət edir. Bu necə olur? Tutaq ki, məsələn, bu bizim saatımızdır. Tutaq ki, deyildir. Biz eybəcər oldu. Baxırıq. Normalda saat necə gedir? Belə gedir. Düzdür, saat əqrəb bu hərəkətə istiqamət edir. Amma saat əqrəbinin əksinə deyir. Şimal yarımkürəsində tam tərs formada gedir. Görürük. Amma cənub yarımkürəsində saat əqrəbinin istiqamətində gedir. Görürsünüz, saat əqrəbinin istiqamətində. Və siklon deməli nə oldu? Mərkəzdə alçaq təzyiq sahəsi, kənarlarda yüksək təzyiq sahəsi və buna görə də kənarlardan mərkəzə doğru hərəkət edir. Şimal yarımkürəsində saat əqrəbinin əksinə, cənub yarımkürəsində saat əqrəbi istiqamətində. Və əgər əraziyə siklon daxil olarsa, buludlu, yağıntılı və küləkli hava formalaşır. Keçdik tropik siklona adlarına. Demək, tayfun. Tayfun cənub-şərqi, cənubi və şərqi Asiya üçün səciyyəvidir. Bu, Avstraliyada Vili-Vili, Filippinlərdə Baguio, Amerika Birləşmiş Ştatlarında isə tornado kimi adlandırılır. Davam edək. Antisiklon nədir? Antisiklon yüksək təzyiq sahəsidir. Baxırıq. Mərkəzdə yüksək təzyiq, kənarlarda isə alçaq təzyiq. 1020 idi, azal-azal düşüb. Baxırıq, külək də demişdik, necə hərəkət edirdi? Yüksək təzyiqdən alçaq təzyiqə doğru hərəkət edirdi. Və bu, şimal və cənub yarımkürəsində yenə fərqlidir. Şimal yarımkürəsində saat əqrəbi istiqamətində də baxırıq, saat əqrəbi kimi hərəkət edir. Cənub yarımkürəsində isə saat əqrəbinin əksi istiqamətində hərəkət edir. Və bu antisiklonda mərkəzdə necə hava olur? Şəlakət. Şəlakət nə deməkdir? Yəni hava tam sakit, küləksiz, aydın bir vəziyyət olur. Keçdik föhn küləkləri. Föhn küləkləri nədir? Əsasən dağlıq ərazidə müşahidə olunur və bu küləklər soyuq dövrdə əsən isti küləklərdir. Baxaq, bunlar necə formalaşır? Dağın yamacından yavaş-yavaş zirvəyə doğru fikir versək, temperatur azalır. 25, 20, 15 və ara bir yerdə nə olur? Kondensasiya məruz qalır və yağış yağır. Yavaş-yavaş zirvədən aşağı düşəndə temperatur artır və nə yaranır? İsti və quru küləklər. Keçdik digər küləklərə. Toz burulğanı. Toz burulğanı nədir? Əsasən mülayim və tropik iqlim qurşağında müşahidə olunur və bura səhralar və yarım səhralar üçün səciyyəvi olan küləklərdir ki, bu digər küləklərdən əsasən nə ilə fərqlənir? İsti və quru. Görürük də 50 dərəcə temperaturun olduğu ərazilərdə, nisbi rütubətin 10%-ə qədər olduğu ərazilərdə müşahidə olunur ki, bu da insanların nəfəs alması üçün, görməsi üçün olduqca fəsadlar formalaşdırır. Həmin bu toz burulğanları Şimali Afrikada səmum və xəmsin kimi adlandırılır. Ərəbistan yarımadasında həbub, Cənubi Avropa ölkələrində isə Fransa, İtaliyada sirokko kimi adlandırılır. Bu həbubu həbibi kimi yadda saxlamaq olar. Ərəbistanski. Şimali Qafqazda olan dağıdıcı küləklərə bora, Fransada mistral, Baykalda isə Baykal ətraf ərazilərdə sarma adlandırırıq. Keçdik digər bir mövzumuza, atmosferdə su. Atmosferdə daim müəyyən bir miqdarda su buxarı olur ki, bu su buxarı əsasən havaya okean, dənizlər, göllər, çaylar, bataqlıqların, buzlaqların səthindən buxarlanma ilə qarışır. Deməli, baxırıq. Görürük ki, burada su sahilləri var, okeandır, göldür, çaydır. Bu ərazilərdən su buxarlanır və su buxarı formalaşır havada. Həmin bu buxarlanan suyun miqdarı
Ərazidə havanın temperaturundan, ərazinin sahəsindən, küləkdən, küləyin sürətindən, həmin havada toplanan suyun miqdarından olduqca asılıdır. Yəni, baxaq. Hava müəyyən miqdarda dedik ki, su buxarını özündə saxlayır. Və biz buna nə deyirik? Havanın rütubətliliyi. Deməli, atmosferdə olan su buxarının miqdarı nə adlandı? Havanın rütubətliliyi. Biz bunu mütləq və nisbi rütubətli ilə səciyyələndirəcəyik. İndi bunlar arasında fərqə baxaq. Mütləq rütubət nədir? 1 kub metr havada, baxarıq yazmışam. 1 kub metr havada olan suyun mütləq miqdarıdır, mütləq rütubətlilikdir. Yəni, hava bu qədər suyu özündə saxlaya bilir. Nisbi rütubətlilik nədir? Havanın nə qədər su buxarı ilə doymasını göstərir, faizlə göstərilir. Yəni, faizlə olan nisbi rütubətdir, qramla olan mütləq rütubətdir. Bu cədvələ də baxaq. Məsələn, -10 dərəcə temperaturda su buxarının miqdarı 2,5 olur, 0 dərəcədə 5 olur, 10 dərəcədə 9, 20-də 17, 30-da 30, 40-da 54. Bunları əzbər bilməliyik. Bunlar bizə məsələlərdə lazım olacaq. Ən vacibləri də 0, 10, 20, 30 dərəcə temperaturlardır. Məsələn, tutaq ki, doymuş hava var, doymamış hava var. Əgər su buxarı ilə tam təmin olunubsa, 100% nisbi rütubətlik varsa, deməli hava doyub. Yəni, yağıntı yağma ehtimalı böyükdür. Yox, əgər nisbi rütubətlik aşağıdırsa, 10, 20, 30, 40 kimi faizlər aşağıdırsa, deməli, hava doymayıb. Yağıntı ehtimalı azdır. Məsələlərdə verir. Havada yağıntı ehtimalı hansında çox olar? Biz orada nəyə axtarırıq? Nisbi rütubətin böyük olduğu rəqəmlərə baxırıq. İndi ardına baxaq. Əgər havada mayedən buxara çevrilmə varsa, bu nədir? Buxarlanma. Buxardan mayəyə çevrilmə, kondensasiya, buxardan birbaşa bərk hala çevrilmə prosesi isə sublimasiya keçdiyi buludlara. Buludlar əsasən, oxuyaq, buxarlanan su buxarı yuxarı qalxan hava axınına qarışır. Yuxarı qalxdıqca temperatur aşağı düşdüyünə görə buxar su damcılarına çevrilir. Və biz bilirik ki, atmosferin yuxarı qatında hava temperaturu aşağı olur axı. Ona görə də bu su buxarları çevrilir nəyə? Buz kristallarına. Və bunun nəticəsində də həmin su damcıları, buz kristallarına yaradır buludu. Buludun müxtəlif növləri var. Biz onu görüb bölürük formasına görə. Var laylı buludlar, var topa buludlar, bir də var lələkli buludlar. Baxırıq. Laylı buludlar 2-3 km hündürlükdə, topa 2-6, lələkli isə 6-10. Deməli, ən aşağıda laylı buludlar, ən yuxarıda isə lələkli buludlar olur. Baxırıq. Bu laylı buludların laylı topa, laylı yağış dövrləri var ki, bunlar yağıntı verirlər və mülayim enliklərdə formalaşırlar. Topa buludlar ən əsas yağıntı buludlarıdır və bunlar isə topa yağış buludların növü var ki, bunlar əsasən leysan və dolu gətirir. Eyni isti dövründə yanır. Lələkli buludlar isə yağıntı vermirlər. Testlərə düşür, hansı bulud yağıntı vermir. Lələkli buludlar yağıntı vermir, sadəcə olaraq buz kristallarından ibarətdir. Səmanın buludlarla örtülmə dərəcəsi isə buludluq adlanır. Yəni, biz nefiskop aləti ilə, cihazı ilə buludların sürətini, istiqamətini ölçürük və burada buludluğu müəyyən edirik. Buludluq özü də 10 bal yaxud faizli olur. Geçdik, yağıntıların forması. Yağıntılar bölürük iki yerə. Ən əsas, buluddan düşən yağıntılar, yağış, qar, dolu. Bir də var havadan yağan yağıntılar. Yəni, buluddan düşmür. Qrov, sırsıra, duman. Bunlar buluddan gəlmir. Buna başqa mövsümə görə də bölə bilərik ki, eyni isti dövründə yağır, yağış, çiskin, dolu. Əsasən soyuq dövrdə isə qar, qrov, sıra yağış kimi yağıntılar mövcuddur. Və yağış nədir? Yağış əsasən necə yaranır? Yəni, buludlar, su damcıları və buz kristallarına ibarətdir və bu bulud artıq doyduqdan sonra yağmağa başlayır. Nisbi rütubətli çox olduqdan sonra bulud doyur və yağış başlayır. Bu yağışları da bölürük 3 yerə. Leysan, aramsız, narın və çiskin. Leysan yağışlar qısa olur, amma gürsülü olur. Topa yağış buludlarından tökülür.
Aramsız narin yağışlar isə adına görə aramsız bir neçə gün davam edir, amma narin yağır. Yəni gürsulu olmur. Bunlar isə yüksək laylı buludlardan gəlir. Çiskin isə məlum məsələ, yəni bu havada asılı vəziyyətdə olan su damcıları yerə düşür. Yəni leysan və aramsız narin yağıntılar kimi deyil. Keçdik qar. Qar isə bilirik ki, qışda hava temperaturu yer səthinə yaxın 0 dərəcədən aşağı olması ilə yaranan yağıntı növüdür və bu qar dənəcikləri fikir versək, əslində heç biri bir-birinə bənzəmir. Hamısı ayrı-ayrı qar dənəcikləridir. Eyni yoxdur. Dünyada isə ən qalın qar örtüyü hardadır? Amerika Birləşmiş Ştatlarında, Reyni dağında mövcuddur. Keçdik doluya. Dolu nədir? Bu su damcıları su damcı şəkildə yox, buz şəklində yerə düşürsə, bərk halda düşürsə, bu olur dolu. Dolu əsasən yaz və yay aylarında müşahidə olunan təsərrüfata olduqca ziyan vurur və hətta 1981-ci ildə Çində bir dolu düşmüşdü ki, bu dolunun dənəsinin ağırlığı 7 kiloqram olmuşdur. Keçdik. Bu yağıntıların miqdarını birləşdirən eyni xətləri isə biz izogeyt adlandırırıq. Bayaq da qeyd etməliydik. Bir də izoqamin var. İzoqamin isə eyni buxarlanma qabiliyyətinə malik nöqtələri birləşdirən xətlərdir. Demişdik ki, havadan düşən yağıntılar var ki, bura qrov, sırsıra, duman aid olunur. İndi baxaq bunlar nədir? Axşamüstü və gecələr yer səthinə yaxın havanın temperaturu aşağı düşür və bu zaman yuxarı qalxan hava axını yaranmadığına görə burada məsələn su hövzələrində, torpaqda, bitkilərdən buxarlanan su aşağı qatlarda toplanır. Məsələn, biz yuxudan duranda görürük, məsələn, ağacların üzərində balaca-balaca su damcıları olur yarpaqların üzərində. Bu şehdir. Şeh əsasən yazın sonu, payızın əvvəllərində müşahidə olunan yağıntı növüdür. Bir də var qrov. Qrov nədir? Qrov isə əsasən payızın axırı, qışda müşahidə olunur. Şehə bənzəyir, amma bu su formasında yox, bərk formadadır. Birbaşa buz kristallarının çevrilməsi nəticəsində yaranır. Hava 0 dərəcədən aşağı olanda yaranır. Bu da şəkildə görə bilərik. Qaldı sırsıra duman. Sırsıra isə qışda yaranır. Baxırıq şəkildə. Bunlar sırsıradır. Havada 0 dərəcə aşağı temperatur olanda formalaşır əsasən. Keçdik duman. Yer səthinə yaxın hava qatından kondensasiya, sublimasiya uğraması ilə meydana çıxır. Və bu atmosferin yer səthinə yaxın hava qatında su damcılarının, buz kristallarının toplanması ilə formalaşır. Rütubətlənmə əmsalı. Yağıntıların miqdarı ərazinin rütubətlik şəraiti haqqında tam təsəvvür yaratmır. Çünki atmosfer yağıntılarının bir hissəsi yer səthindən hopur, digər hissəsi isə buxarlanır. Ona görə də ərazinin rütubətliyini müəyyən etmək üçün biz rütubətlənmə əmsalından istifadə edirik. Rütubətlənmə əmsalı isə nədir? Deməli, illik yağıntının miqdarını bölürük mümkün buxarlanmaya. Bəs mümkün buxarlanma nədir? Bir var buxarlanma, bir var mümkün buxarlanma. Deməli, buxarlanma əsasən suyun maye haldan buxar halına keçib atmosferə daxil olmasıdır. Amma müəyyən istilik şəraitində maksimum buxarlana biləcək rütubətin miqdarı isə buxarlanma qabiliyyətidir. Yəni, buxarlanmaya rütubətin bol olduğu ərazidədir. Buxarlanma qabiliyyəti deyəndə isə biz quraq ərazini tez ağlımıza getiririk. Məsələn, səhralarda buxarlanma qabiliyyəti çoxdur. Mümkün buxarlanmanın digər adı nə oldu? Buxarlanma qabiliyyəti. Yine davamına baxaq. Deməli, rütubətlənmə misalını biz necə hesabladıq? Yağıntının orta illik miqdarını böldük mümkün buxarlanmaya. Əgər rütubətlənmə əmsalı 1-ə yaxın olarsa, yaxud 1-dən yuxarı olarsa, bu zaman rütubətli humid iqlim formalaşır. 1-dən olduqca aşağı olsa, bu isə arid iqlim formalaşır. Rütubətli əmsalı çay şəbəkəsi, torpaq bitki örtüyü, məskunlaşma səviyyəsi barədə təsəvvür yaradır. Tutaq ki, məsələn, bir ərazidə rütubətlənmə əmsalı böyük olanda biz deyə bilərik ki, burada çay şəbəkəsi də sıxdır, torpaq bitki örtüyü olduqca yaxşı inkişaf edib, yaxud bataqlıqlaşmaya məruz qalıb, yaxud məsələn rütubətli əmsalı yüksək olan ərazilərdə, yüksək deyəni ki, normal olan ərazilərdə məskunlaşma səviyyəsi yüksək olur. Həddən artıq rütubətlənmə əmsalı çox olanda məskunlaşma az olur, həmçinin həddən artıq aşağı olanda. Və bu cədvələ də fikir verək,
Ekvatorial ərazilərdə, meşələrdə, tayqa, tundrada rütubətlənmə əmsalı birdən çox olur, birə bərabər olur və bu ifrat rütubətlənmə adlanır. Savanna, meşə, çöl, codyarpaqlı meşələrdə 1-0,8 arasında olur. Bu normal rütubətlənmə adlanır. Çöllərdə 0,3 və 0,6 arasında, bu artıq rütubət çatışmazlığı. Yarım səhralarda 0,3-0,1 arasında yenə rütubət çatışmazlığı. Səhralarda isə artıq bu rəqəm 0,1-dən də kiçik olub, kəskin rütubət çatışmazlığı adlandırılır. Dünyanın ən quru hissəsi Cənubi Amerikada Atakalma səhrasıdır. Ən rütubətlisi isə Havay adaları, Amerika Birləşmiş Ştatlarında və Çerapinci məntəqəsidir, Hindistanda. Bax, demək, deyir ki, A məntəqəsində rütubətlik əmsalı bu deyil. İndi isə biraz məsələ həllinə baxaq. Demək, deyir ki, 20 dərəcə temperaturda 1 kub metr havada 10 qram su buxarı var. Bu temperaturda doymuşluq üçün 17 qram su buxarı tələb olunur, bayaqki cədvəldə. Deməli, 20 dərəcə temperaturda bizə 17 qram su buxarı lazımdır. Amma bizə deyir ki, 10 qram su buxarı var. Nə yazaram? 17 qram 100% isə, axı hava doyub, amma bəs 10 qram neçə faizdir? Oradan tapıram neçə? Təxminən 59%. Deməli, belə məsələlərdə doymuş havanı, yəni cədvələ yadıma salıram ki, 20 dərəcədə 17 idi. 17 tez yazıram, 100%. Bizə verilən qramın nisbi rütubətini tapmaq üçün isə yazıram filan qram x%. İndi ikinci məsələyə baxaq. Deyir ki, 30 dərəcə temperaturda havanın nisbi rütubəti 40%-dir. Bu temperaturda doymuşluq üçün 30 qram su buxarı lazımdırsa, burada söz səhv gedib mütləq olmalıdır. Mütləq rütubəti tapın. İndi baxıram. 30 dərəcədə temperaturda havanın doyması üçün bizə nə lazım idi? 30 qram su. Düzdür? Bayaqki cədvəldə. Tez nə yazıram? 30 qram 100%-dirsə, 30 qramda hava doyur axı. 30 qram 100%-dirsə, bizə verir 40%. Bəs neçə qram 40%-dir? Oradan tapıram neçə? 12. Geçdik digərinə. Deyir, 1 kub metr havada 16 qram su buxarı var və nisbi rütubət 80%-dir. Deməli, deyir ki, bu 16 qram, yəni doymamış vəziyyətdir. Yazmayıb ki, doymamış, yazmayıb. 16 qram su buxarı var və nisbi rütubət 80%. Yəni, bu 16 elə 80% imiş. Deyir, doymuş halda bu havada neçə qram su buxarı var? Yəni, neçə 100%-dir. Buradan da tapıram neçə? 20 qram. Deyir, 20 dərəcə temperaturda nisbi rütubət 60%-dir. Havanın temperaturu 10 dərəcə aşağı düşərsə, 1 kub metr hava neçə qram su buxarı itirə bilər? İndi baxıram. Deyir, 20 dərəcə temperaturda nisbi rütubət 60%-dir. Əvvəlcə nəyi tapaq biz? Əgər normalda məsələn 20 dərəcədə 17 qram idi, düzdür? 17 qram 100%-dirsə, neçə qram 60% imiş? Oradan tapıram ki, 10,2 qramdan gedir söhbət. Başa düşdük? Demək, 17 qram 100%-dirsə 20 dərəcəyə görə. Bəs neçə qram 60% imiş? Tapdım ki, 10,2 qram. Ardına baxaq. Deyir ki, havanın temperaturu 10 dərəcə aşağı düşərsə, yəni 20 idi, oldu 10. 1 kub metr hava neçə qram su buxarı itirə bilər? Deməli, bu 10,2 imiş, yəni bu qədər su buxarımız var. Amma hava düşüb aşağı olub 9 qramımız. 10 dərəcədə 9 qramda. 10,2 imiş. Amma hava aşağı düşüb olub 9. Yəni 1,2-imiz qıraqda qalır.